Rəşad İsmayılov da eynən özündən əvvəlki Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev kimi vəzifəsinin öhdəsindən gələ bilmir. Hər halda görünəni budur. Bir neçə gün əvvəl sosial şəbəkələrdə ərəblərin yenidən Azərbaycan ərazisində qanunsuz olaraq və həm də ovlanması qadağan olunmuş quşların qəsdinə durması xəbəri yayıldı. Bu xəbərdə qeyd olunurdu ki, ərəblər o qədər harınlamış olublar ki, hətta ovladıqları nadir quş növünü zibil qutusuna atıblar. Məlumatda o da qeyd olunurdu ki, Şirvan şəhərində yerləşən Təbəssüm otelində qalan ərəblərin qanunsuz ov fəaliyyəti davam edir. O qədər bolluğa düşüblər ki, qırmızı kitab növü olan bəzgəyi zibil qabına tullayıblar. Yəni fakt odur ki, harın ərəblər yenə də iş başındadır və yeni Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılov cənabları da eynən Muxtar Babayev kimi onlara yaşıl işıq yandırıb. Bunun belə olduğunu hadisəyə verilən rəsmi reaksiyadan da anlamaq olur. Dövlət Ekoloji Təhlükəsizliyi Xidmətindən faktla bağlı bildirilib ki, bu iddia qurumun əməkdaşları tərəfindən yerindəcə araşdırılıb. 17 fevral 2026-cı il tarixində səhər saatlarında Sözgedən otelin ərazisində keçirilən baxış zamanı ovlanmış bəzgəy quşlarına rast gəlinməyib. Lakin qeyd olunan görüntülərin nə zaman çəkilməsi və qanun pozucularının kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırmalar davam etdirilir. Yəni yazılanlar yalandır. Bu cür açıqlama əslində bizi təəccübləndirmir. Çünki Azərbaycanda bəzgəy ovuna gələnlər elə belə adamlar deyil. Bunu biz iddia etmirik. Ovda olan dəstənin öz paylaşımları da bunu sübut edir. Mil düzündə ovda olan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarından biri Şeyx Zayeddir. O, əmirliyin hakim sülaləsinin başçısı sayılan Şeyx Məhəmmədin oğludur. Qardaşı Abdullah əmirliyin media naziridir. Digər qardaşı Şeyx Saif ilə birgə Şeyx Zayed ən azı 5 ildir ölkəmizə bəzgəy ovuna gəlir və bunu gizlətməyərək sosial mediada bölüşürlər.